Salam Əziz Kərimoğlu foto dişlərinin izləyiciləri. Növbəti haqqında danışacağımız məhsul termoaqalaydır. Evin həm daxili dizaynında, həm də fasadında məharətlə istifadə olunan bu məhsul aqalaydan heç bir şəkildə fərqlənmir. Məhsul haqqında yanıcı olduğuna dair bəzi fərziyyələr irəli sürüləcək. Məhsulun istifadəsi zamanı arxa hissəsi kip şəkildə mata ilə bağlanıb və ön hissəsi mərmər tozu ilə işləndiyi üçün heç bir şəkildə hava sirkulyasiyası olmadığından məhsul yanıcı deyildir. Və eyni zamanda məhsulun üstünlüyü odur ki, evi yükləmir, ağır deyil, qopma ehtimalı sıfıra bərabərdir və sıx yerləri bilinmir. Daşdakı kimi qeyri-bərabər rəng paylanması olmadığına görə çox gözəl, effektiv, vizual görünüş əldə etmək olur. Bu məhsulla əgər ki evlər işləndiyi zaman, bir müddət sonra yeniləmək istədiyiniz zaman sadəcə şklu qalayıb rəngini dəyişmək mümkündür. Yüngül olduğuna görə hündür mərtəbəli binalarda məharətlə istifadə olunur. Qeyd etmək istərdim ki, termoizolasiyanın üstünlüklərindən biri odur ki, istifadə olunmuş evlər də yayda sərin, qışda